Buyurun Sayın Kürşat Bey, siz necə bunu görürsünüz, necə dəyərləndirirsiniz bu etirazların başlayışını və sonun hara gedir? Gerçəkdən bu etirazlar belə davam tapsa, sonu nə olacaq sizin baxışınızdan? Çox sağ olun. Bu vaxtı mənə tanıdığınız üçün təşəkkürümü bildirirəm. Necə ki, əziz dostlar, izləyicilər də yaxşı bilir, Tehranın bazarından başlanmış olan bir etiraz aksiyası idi. Hardasa indi 13 gün oldu, 1-2 gün o yan bu yan demiş ola bilərəm. Və bu əsasən bu etirazların kökündə iqtisadi durum və buna bir qısa bir söz desək ki, söz yerini tapsın. Venezuela misalını vurmaq olar. Eynən orası ilə müqayisə götürdüyümüzdə bir hökumət var. İdeolojikdir. Orada daha çox bino sosialisti və ya kommunisti təfəkkürlü bir demək ki, yönetim. Hugo Chavez'dən bu tarafa və Cumhur-İslami İran'dakı dini bir yönetim. Hər ikisi ideolojik. İdeolojik bütün sistemlərin çıxmazlarda olduğu kimi biz görürük ki, indi Kuzey Kore'ni demiş bu misallara qatmaq olar. Fəlakətdə yaşayan bir millət eyni haldakı ən böyük zənginliklər və sərvətlərin içərisindədir. Son günlərdə bu Maduro adında şəxsin tutuqlanması sonrasında ortaya çıxan xəbərlər və onun həqiqətən də narkotik maddələrlə ilgili də bağlantılarının ortaya çıxması biz görürük ki, biz də İranın demək ki, durumu ilə bir qiyaslama götürdüyümüzdə, hətta Bəşar Əsəddə də onun da qardaşı narkotiklə ilgili məsələlər ortaya çıxmışdı. Bugün biz bunu burada rahat görürük ki, İranın ilişkili olduğu ölkələr, yönetimlər ideolojikdir, amma olduqca da fəsada bulaşmış bir durumdadılar. Yəni indi oliqarşi bir durum söz konusudur. İranda heç devlət deyə bir şey əslində qalmayıbdı. Bir ekonomik güclərdir. Onlar öz aralarında bəzən çatışmalar yaşanır və burada get-gedə ekonomik baxımdan, insanların keçim məişət baxımından olduqca çətin durum söz konusu olur. Bu, yəni mənim özümün o gördüyümə görə Tehran bazarı ilə bu işin başlanmasında biz çox ipuçları görə bilirik. Artıq o bir məsəl var deyək, bıçaq kəmiyə dayanıb. İnsanlar o orta təbəqə ki, onun altı çoxdandır keçinə bilmirdi. Artıq o zəngin təbəqədə o da keçinə bilmir. Bu durum əsas təməli oluşturduğuna görə bu etirazların və insanlar gələcəyini bilir ki, Venezuela örnəyi çox yaxşı göstərir. Orada mən çoxlu söhbətlər var. Bir yenə bir kiçik misalından söz yaxşı yerində oturar. Deyir ki, biz kağız dəsmal deyirik də, peçətə. Deyir, bir bəstə paranı gərək verəsən ki, bir bəstə kağız dəsmal alasan. O durumdadır. Ya bəzən görürsən ki, insanların geçimi o qədər zorlaşıb ki, bu insanlar para artıq dəyərini itirib. İran o yöndə gedir. Para dəyərini itirib, torba gərək paranı daşıyasan ki, gedəsən məsələn yumurta alasan. Yəni əgər bu rejim ömrü sürsə, ayaq üstə dursa, o durumu görəcək bu yaxınlardadır. Ona bənzər də elə indi İranda da biz şahidik. O yüzden bunun təməlində iqtisadiyyat vardı. İnsanlar da ki, təcrübəli insanlardır, göz açıq insanlardır. Bilirlər ki, iş hara gedir. Təbii ki, bu işin bir tərəfi də gənclikdir və onlarda ehsasat ola bilsin ki, biraz etkiləyicidir bu olaylarda. Amma təməlində dərin fakt budur ki, iqtisadiyyat bir məmləkətdə fəsad üzündən çox zəngin olan bir İran dediyimiz ərazıda insanların çox daha yüksək səviyyədə rəfahda yaşaması gərəkə bilirkən çox düşüş düzeylərdə, yəni insanları orada görürsünüz də danışdırırlar. Bir gün sabahdan axşama çalışan bir insan bir öğün yemək təmin edə bilmir artıq da. Artıq aclıq düşüb və bunun başında çoxlu böyük demək ki, rant yiyənlər vardı, ixtilasçılar var, ekonomik demək ki, böyük pul paraları millətin xəzanəsindən uğurlayanlar var. Onun üzərindən indiki durum budur və mən elə ki, indi baxıram, təməli dediyim kimi Tehran bazarından başlayıb və hər tərəfə də sıçramaq üzrə. Mən 2 gün, 3 gün üstündən geçmişdim. Mən öz dəyərləndirməmi bilirsiniz, paylaşmışam. Birinci bəyaniyə fars dilində də yaydım, daha çox yayılsın amacı ilə. Mənim təxminim biraz bugünə qədər doğru olduğunu göstərir. O təxminci əlbəttə dostlar var, onlarla həmfikirlik. Görünən odur ki, bu səngiməyəcək. Bu etirazlar səngiməyəcək. İndilikdə bu qədər. Sizin dostlarınızdır və qonaqlarınızı da iştək. Mən təşəkkür edirəm Əziz Kürşat bəydən.